Bunlar Qafqaz dağlarıdır. Esselamu Aleyküm ve Rahmetullah. Qafqaz kişiləri ilə bugün bir səfərə çıxırıq Allah Taala'nın izni ilə və axşam qardaşlarla Gürcüstanın Məğrib tərəfində bir toplantımız olacaq. Qafqazlıların təbii ki birçok özellikləri var. Yəni coğrafya olarak, medeniyet olarak, ondan sonra şəxsiyyət olarak, karakter olarak Qafqazlılar seçilirlər. Bunlardan biri nedir? Bu özelliklerin çox əl-açıq olurlar və qonaqsevər olurlar. İkincisi, qorxmaz və mərd olurlar. Bu çakma, saxta Qafqazlılar demirəm, seriozun Qafqazlılardan gedir söhbət. Adətən bu şey belə yazılır. Qafqaz haqqında kim yazsa, kim bu torpaqların coğrafiyasına gəlib gedibsə, kim yazıbsa, kim tanıyıbsa, hamısı bu məsələlərə toxunurlar. Qafqazlıların xarakterlərindən həmçinin vəfa. Dosta, ailəyə, qonşuya çox vəfalı olurlar. Hətta mən örnek olarak Gürcüstanı deyim. Biz gözümüzü açıp hem bunu görmüşük, hem eşitmişik ki yediğin çöreği basma. Bir adamın evinde çörək yemişsənsə, bir adamın salamını tutmuşsansa, bir adam sənə güvənibsə, bax onun bu hörmətini, bu dəyərini saxla. Həmçinin Qafqazlıların bu coğrafiyada yaşayanlarda dözümlülük var, səbir var, mərdlik var, vəfa var, dosta sədaqət var. Elhamdülillah bir Gürcüstan vətəndaş olarak, bu coğrafiyada yaşayan olarak ben bunu öz dostlarım arasında her zaman görürəm, müşahidə edirəm. Allah Azze ve Celle bu coğrafyaları korusun, mərd övladlarını korusun, dinini, imanını kamil eləsin her zaman. Bu arada da yanımda elhamdülillah Qafqazın gözəl və yaxşı oğlanlarımdan dostlarım var.